Hamı deyir ki, Nakamuramızın, amma mənə gəlir ki, elə də böyük şey deyil açığı. 2600-2700 reytingim olsa, dünya çempionu haqqında olmaq fikirləşmə olar. Azerbaycan, Ahmad Kagan. Bu qələbə mənim üçün xüsusi əhəmiyyət daşıyır. Mən 9 yarımxal yığarkən məğlub olmadan dünya çempionu oldum. Altı nömrəli məktəbdə, Tofiq İsmayılovun adlı məktəbində oxuyuram. Ailəm 5 nəfərdən ibarətdir. Anam, atam, bir bacım, bir qardaşım və mən. Ən çox atam dəstək eləyir, amma anam da həmişə yanımdadır. Mənim şahmata 4-5 yaşım olanda atam öyrətmişdi. O vaxtdan maraq yaranmışdı. Atam mən gedişləri öyrədirdi, vəziyyətləri qururdu. Mən öz məşqçimlə, Rəsul İbrahimovla gündə 4-5 saat məşğul olurdum. Sadəcə həvəsim var idi. Oynayırdım, xoşuma gəlirdi. 7 yaşımda ölkə arasında çempionat oynamışam və oradan 2019-cu ildə Slovakiya 8 yaşa qədər ikinci yer tutub vəsiqə qazandım. Avropa çempionu olmuşdum 12 yaşa qədər. Dünya üçüncüsü olmuşdum 12 yaşa qədər eyni ildə. Ondan başqa Avropa ikincisi olmuşdum. Belə 3 dənə Avropa dünya çempionatlarında medalım var. Avropa çempionu olmuşam. Ahmad Kagan. Mən çox ölkədə yarışlarda olmuşam. Gürcüstanda, Macaristanda, Türkiyədə, Slovakiyada, İspaniyada, çox yerdə olmuşam. Yəni 20 ölkə var ya məncə. Həmişə çox maraqlıdır. Şahmatdan başqa gedib gəzmək. Düzdür, misal üçün Abu Dhabidə oynayanda 40 dərəcə isti olanda elə deyil, amma yəni mənim üçün yarışdır. Belə də böyük fərq yoxdur hardadır. Onlayn oynayanda biraz çox gərgin deyil, çünki mən rəqibimi görənmirəm, rəqibimin emosiyalar buraxa bilmir və onlaynda uduzdun, misal üçün tədəsin başlama olar, amma canlıda elə oyun olmaz. He is. Wow. So his opponent, Kagan Ahmad from. Komanda şəklində yarış idi. Hamı həyecanlı idi ki, Nakamuran komanda ilə oynayacaq, çünki çox güclü komanda idi. Təəssüf ki, bizim komandamız uduzdu onları 2-yarım, 3-yarım, amma mən qalib gələ bildim Nakamuraya. Çox çətin savaşdı. Oyun əvvəlində çox həyecanlı idim mən. Deməzdim ki, inanmırdım, amma heç fikirləşmirdim ki, udacağam, uduzmayacağam. İstəyirdim ki, komanda yaxşı oynasın əslində. Nakamura bir moment səhv elədi. Mən o səhvi tez tutdum və oyunu uda bildim. Nakamura özünü çox pis eləyirdi, çünki çox zəif oynadı. Mən hiss eləyirdim ki, o səhv eləyəndən sonra başa düşdü ki, səhv elədi və fikirləşirdi ki, uyda mən nə etdim. Baxmayaraq ki, mən Nakamura ilə çox böyük bir yaş fərqi var, mən onu qalib gələ bildim. Belə onun fərqli deyil idi ki, mən 13 yaşım var, 55 yaşım var. O, məncə çox pis hiss eləmişdi ki, uduzdu, yəni onun üçün fərqi yox idi məncə kimi uduzmaq. Hamı deyir ki, Nakamuramızın, amma mənə gəlir ki, elə də böyük şey deyil açığı. Gedişləri sayırıq. Misal üçün bu gediş elədim, rəqib bu gediş elədi, vəziyyət orada nətər olacaq. O biraz çətindir və çox moment olur ki, səhv qərara gəlir adam. Düzgün desə elə şahmat elə budur. Hələlik istəyirəm şahmatla məşğul olmaq. Gələcək, inanıram ki, yenə şahmatla məşğul olmaq istəyəcəm, amma yəni nətər olacaq, elə də olacaq. Mənim məqsədlərim bu dəqiqədə Grossmeister olmaqdır 1 il zamanında. Və inanıram ki, mənə o nailiyyət gələ biləcək. Reyting kimi dünyanın
10-luğunda, 20-liyində olmaq istəyirəm. 2600-2700 reytingim olsa, dünya çempionu haqqında olmaq fikirləşmək olar. Azerbaycan. Ahmad Kagan. Dünya çempionatı hər zaman çox gərgin keçən yarışdır. Maraqlı və çətin partiyalarım olub. Mən 16 yaşadək oğlanlar arasında kateqoriyasında çıxış edirdim. Turnirdə təxminən 83 ölkədən 750-dən yuxarı şahmatçı qatılmışdı. Turnir 11 turdan ibarət idi. Mən 9 yarımxal yığarkən məğlub olmadan dünya çempionu oldum. Son turda Rusiyalı Gleb Shiglov ilə qarşılaşmışdım. Bu partiyada qələbə mənə dünya çempionu titulunu rəsmiləşdirdi. Bu qələbə mənim üçün xüsusi əhəmiyyət daşıyır. Mən bu qələbəyə öz şəxsi məşqçimi Rəsul İbrahimovu və Azərbaycan Şahmat Federasiyasına çox böyük bir təşəkkür bildirmək istəyirəm. Belə işlər.